Bakı Expo mərkəzində keçirilən Interfood Azərbaycan və Kaspiyan Agro sərgilərinin bugün ikinci günüdür. Mayın 13-də öz işinə başlayan sərgilər kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bu il sərgi ziyarətçilərin istəklərinə uyğun olaraq 4 gün davam edəcək. Yəni mayın 16-sında öz işini başa çatdıracaq. Elə sərgilərin ikinci günündə yüksək səviyyədə ziyarətçi axını müşahidə edilirdi. Interfood Azərbaycan və Kaspiyan Agro sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərin coğrafiyası da çox genişdir. Qeyd edim ki, burada Amerika Birləşmiş Ştatları, Çin, eyni zamanda Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları öz məhsullarını burada ziyarətçilərə təqdim edirlər. Həmçinin burada Belarus, Almaniya, Cənubi Koreya, Şri Lanka, eləcə də ilk dəfə olaraq Misir qrup şəklində burada sərgidə təmsil olunmaqdadır. Bu il Interfood Azərbaycan sərgisi 30 illik yubileyini qeyd edir. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək onun gücləndirilməsinə də töhfə verir. Kənd Təsərrüfatı Nazirliyi də bu il sərgilərdə stendlərlə iştirak edir. 2025-ci ildə Nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Mənə elə gəlir ki, biz bu məsələdə digər məsələlərdə olduğu üçün biz bu məsələdə çox irəli getmək imkanlarımız var. Çünki müraciətlər çoxdur. Süni intellektlə artıq məşğul olan, bu süni intellektin tətbiqi ilə məşğul olan, bunun proqram tərəfini hazırlayan, bunun praktik tərəfini hazırlamaq istəyən gənclərimiz çoxdur və biz bu gənclərlə müxtəlif tədbirlər, bu kamplar keçiririk, görüşlər keçiririk, startup layihələrinin qəbulunu, dəyərləndirməsini həyata keçiririk. Bu proyekt üzrə bizim artıq bir neçə layihəmiz var. Bu layihələrə bitkilərin sağlamlığı, bitkilərin hansı növlərinin Azərbaycanın hansı bölgələrində əkilməsinin daha uyğun olduğu və torpaq xəritəsi üzrə layihələr daxildir və biz bu layihəni davamlı olaraq inkişaf etdiririk və hazırda ilkin mərhələnin nəticələrini təqdim edirik sərginin iştirakçılarına. Kaspiyan Agro kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tulantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələr əhatə edir. Burada kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən ixalçılar, ixracatçılar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır. Sərgilər Made in Azərbaycan brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq Kaspiyan Agro sərgisində ilk dəfə müstəqil stendlə çıxış edirik bu il. Bu bizim üçün həm həyəcanlıdır, həm də qürur vericidir. Kaspiyan Agro ümumiyyətlə Cənubi Qafqaz regionunun ən böyük kənd təsərrüfatı sərgisidir və bu il sərgidə çıxış etməkdə məqsədimiz həyata keçirdiyimiz sosial layihələrimizi fermerlərə, ziyarətçilərə təqdim eləməkdir. Bugün dünəndən artıq etibarən çox saylı stendimizə ziyarətlər var və bu bizi sevindirir. Kənddən şəhərdən kəndə afaq layihələrimizlə və eyni zamanda ən son fəaliyyətimizlə bugün stendimizdə təmsil olunuruq. Burada qablaşdırılmış tərəvəzlərdir. Soyuq şəraitdə 28 gün qalır. Qablaşdırma çox innovativ şəkildə aparılır. Tərəvəzlər təbiidir. Heç bir əlavə, heç bir yağ, duz, konservativ qatılmayıb. Yemək üçün hazır məhsullardır. Biz də bu məhsullarla Azərbaycan bazarına daxil olmağa çalışırıq. Biz Gürcüstan əsaslı şirkətik. 2008-ci ildən bazardayıq. Müxtəlif məhsullar, cemlər, souslar, təbii meyvə şirələri, kompotlar istehsal edirik. Gürcüstanda ümumilikdə 4 zavodumuz var. Hazırda isə 5-cisini açırıq. Bu bizim Bakıda 3-cü sərgimizdir. Bizə çox maraqlıdır. İkinci dəfədir ki, Azərbaycana gəlirəm. Çox yaxşı ölkədir, yaxşı xalqdır. Düşünürəm ki, öz məhsullarımızla Azərbaycanda yaxşı biznes qura bilərik. Sərgidə öz stendimiz var. Sərgi özü möhtəşəm təşkil olunub. Çox sayda insan bizi ziyarət edir. İnsanlar meyvə tərəvəzi qorumaq üçün avadanlıq axtarır. Məlum olduğu kimi, Azərbaycanda meyvə bağları çoxdur. Misal üçün, alma bağı sahibləri istəyirlər ki, almanı payızdan yaza qədər qoruyub saxlasınlar. Bu işdə biz onlara kömək edə bilərik.
Qeyd edək ki, sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq Caspian Agro və Interfood Azərbaycan 2026-cı ildən etibarən yeni Agribik brendi altında keçiriləcək.